السلام عليكم ورحمة الله وبركاته. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون. والصلاة والسلام على الهادي البشير السراج المنير سيدنا سيد الأنبياء والمرسلين أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين ولا سيما بقية الله في الأرضين. Özmi azizleri davet eyləyən Allah-u Teala'nın təqvasına, təqva zumardır, əbədiyyət gününə, mühasəbə gününə. O gün ki, o gün kafir görsən, gözü düşsən deyər, hâzâ yevmun əsir. Düyünləri çox çətin bir gün olacaq. O gün ki, Allah deyir, o günün üzünə baxsın, əbusdir, qəmtərirdir. Şerri müstatirdi, yani şerri her yeri tutup kaçacak yoktu. Aynel mefar. O ki burada körleyipti, hesapsız yaşayıpti, gözü kıpık olupti. Ta hazır olay isteyip kaçacak tapa bilmeyi diline getirir. Aynel mefar. Hara kaçın burada ama Allah'ım da buraya kella la vazar. Ela rabbike yevme izinil mustakar. Burada kaçacak yer olmaz. Kaçacak yer budur ki cedum mütteham yerinde suallara cevap ver. Allah o günün adını neçə dənə ad koyup biri yevme telagiydi. Çok çetin bir tane adlı Allah-u Teala günə koyupdu. Buraya Rafi'ud derecati zul arşi yulqir ruha min emrihi ala men yeşâ'u min ibadihi leyunzira yevme telak. Tamam peygamberler deyiblər bir tane yevmut talak var. Dəstəli teynən yox, noktalı teynən. Yevmut talak yani talakki, yani mülakat günüdür. Hansı gündür o gün özü tarifle? Yevmehum barizun. O gün için hamı bariz olacak. Yani hamı qanşara çıxacaq. Gizlənməli bir yer yoktur. Safdasan bərcəstə. Hamı da səni görür, Allah da səni görür. Yevmehum barizun. La yakfa alallahi minhum şey. Hiç zat insanlardan gizli kalmayacak. Allah orada bir nida eləyəcək. Limenil mulkil yevm. Alam malikiyyət, mülk, hükümət kimindir? Yani o yerde ki özünə bir əsər qail edin, at oynadıydın, at saptıraydın, belə fikirləydin ki, sənin bir səhmin var bu aləmdə, təsirin var bu alemde. Alam kim eləyəblər burada təslim tutar? Kimin iradəsi burada işlər? Limenil mulkil yevm. Heç kəs cavab deyə bilməyik. Tüm zuhur-i ismi Celal-i Hazreti Hakkidir. Özü cavab deyil. Lillahil vahidil qahhar. Alem-i zərridədir. Ələstu bi rabbikum. İnsanlar danışabilir. Deyirlər ki, Ələstu bi rabbikum, hamısı de qalu bala. Böyle de mahşerde danışmak olmaz. Orada esma-i cemaliye zuhur eləyib, insan danışabilir. Burada tamam celal-ı hak. Bütün heymene heybət salıb heç kəs danışabilmir. Özü gələ danışar. O gün mülaqat günüdür. Kimi mülaqat eləyəcək? Əvvəldə Allah'a mülaqat eləyəcək. İkincisi budur ki, özünün həqiqətin mülaqat eləyəcək. Özüne bakacaksan, kiyafa bakacaksan, keşefna anke gıta'ak, febasarükel yevme hadid. Allah bile gözün perdesini götürmüşük, gözün beter içidi. Keşefna anke, yani en hakikatike. 60 yıl ne hakikat özüne düzeldirsen, ne mazlum düzeldirsen bak. Hami orada özün görecek. Haleti ihtizarda hami özün görecek. İncan-ı ariyet gibi hafız sporde dost. Ruzi رو خوش ببینم و تسلیم وی کنم. Burada özü çok rahleysen. Birden neçə milyon araşgaz yapıl verir hanım. Vay bunun tamam gözüm
Tamam qaşın hər nəyin gözəl eləsin. Milyonlar pul xərcləy, üzünün qırışığını götürsün. Orada da bunların faydası yoxdur hiç. Alan burada deysən göçəyəm. Gələ orada deyəsən göçəyəm. Hər kəs sira dəviyə husnu nəmək. سنگ مرگ آمد نمک ها را محک الان همه de göçəyəm amma halət etizarda hünər budur deyəsən göçəyəm bir dənə tablo ölüm de özüne bak تو به چشم خویش خوب رو ایلک باش تا شود در پیش رویت دست مرگ آینه دار özüne bir bak الان gecədir bilməysən nə durub tuzubsan özü açıb tökürsən xiyabanda məst, hamı sana baxsın. Səbr elə, qoysub olsun. به وقت مرگ شود همچو روز معلومت که با که باخته ای عشق در شب دیجور. Biraz dayan, tələsmə. Orada biləcəksən ki, sən həqiqətdən payın varmış. Allah dedi, əl-vəzni yevmə edinil haqq. Mənim Terazi hak idi. Sen tek məcazda işləyibsən, heç özvə işləyibsən. Farda ki پیشگاه حقیقت شود پدید شرمنده رهروی که عمل بر مجاز کرد ماشinin bu cür olsun, mobilin bu cür olsun, evin bu cür olsun, özün ne cür olsun. Əhl-i beytün ne cür olsun. Xəsiru enfusahum və əhlihim yevməl qiyamə. Qiyamətdə görə özün də utuzub, Əhl-i beytin də utuzub. Bir iş görüb ki, Əhl-i beyti də cəhənnəmi, özü də cəhənnəmi. Üçüncü mülaqatımdır, namə-i əməli ilə mülaqat elə. Çünki ruz-i tətayür kütubdur. Kitabı hara verəcəklər? فَأَمَّا مَنْ اُوْتِيَ كِتَابَهُ وَرَاءَ زَهْرِ Bizdən dalından asladılar. Sağal vermədilər. Ne inəyəcəksən? Dördüncüsü budur ki, öz əməli ilə mülaqat elə. Allah de inna kunna nestensikhu ma kuntum ta'melun. Filmi götürmüşük. Kendi filmime bak. Əməlin görək, amma bu zahiri əməli yox. Mələkutun görək. Bir dənə yalanın mələkutun görsün, bağrın çatdır. Şərab içmərin mələkutun görsün, bağrın çatdır. Rişvənin mələkutun görsün, bağrın çatdır. Orada de, ay Allah, qaçaydım çeşyabı, əməldən qaçaydım. O çuvar qaçaydım, amma əməldən qaçmaq olar bəyə. يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ مِنْ خَيْرٍ مُحْضَرًا وَمَا عَمِلَتْ مِنْ سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا Ne kadar fasıl olsun benim bu pis işlerimden benim aramda. Bunu ayırın benden. Canavar necə yapışar boğazdan? Şir, bəbr, pələnc necə yapışar boğazdan? Boşlaması da yok. Yapışıp boğazından boşlamak. Allah buraya ve yuhazzirukumullahu nefseh. Sizi özümden korkuduyam. Yani isyanımdan korkuduyam. Benim qabağımda tükan etsen korkuduyam. Çamış olasan korkuduyam. Vallahu raufun bil ibad. Herkes eraz elədi Kur'an'dan, Allah'ın adından, Allah'ın zikrinden, Allah'ın rızayetinden, Allah'ın taatinden Allah onun dünyada dibine bir tane şeytan koyar. Gözü açık olsa o şeytanı görersin. O şeytan ona destur verir, bu çaxırı iç, bu rişvəni ye. Mən deməyəm ha bak. وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ Qəbrə də qoyanda elə bir dənə şeytanla keçir ora. Elə ki qiyamətə gələk bu şeytanı görək. De Allah məşriq, məğrib qədəri mən bundan qaçım. Gör qiyafə nə cürdür ya. Bu da yine de ayədir. Hatta izâ câ'ənə qal leytə beyni və beynəkə şeşə mənlə səni şeytanın arasında olaydı. Bu'dəl məşriqeyn fəbeysəl qərin. Qaçaq pis gərinsən sən mənə. Ki məni boşlamayırsan burada. Ondan sual başlanır. Sual iki cürədir. Birində bir iddia deyilər, həlla amiltə. Bir iddia deyilər, həlla alimtə. Bir iddia deyilər, biləydün, niyə əməl eləmədin? Biləydün ki, rişvə haramdır, bunu niyə yedin? Biləydün ki, Allah haraytsa ki, nə qədər hicabın olsun, iffətin olsun. Bu cür niyə oldun?
Bir diye deyirlər, Həlla əmil əlimtə. Niyə örgəşmədin? Kişi xeyləri qızıl astar. Dəhzə beləsə sənə günah yazırlar. Və sən bunu bilmədin, qızılı taxıb sən ələ. Və sən bilmədin ki, zirm olsa dəstəmaz batildir. Gəlib bullakı vırıbsan dırnağa ya gəlib dırnaq əkibsən və bilmədin qüslun batil, namazın batil, dəstəmazın batil, qüsulsuz da məhşərə varid olubsan. Sual eləyəcək. Və sən bilmədin bu kainatın bir ədəbi var. Ədəbi bu əzəmətin qabağında əyil. Allahın bu qüdrətinin qabağında ma bə'th xalqukum və ma ba'sukum illa kənəfsun vahidə. Allah buraya külli insanları xəlq eləmək, külli insanları məbus eləmək, elə bir dənə insanı yaratmaq da məbus eləməkdir. Bu qüdrətin qabağında tamam əyil, gələ əyləsən. O əyilməqə deyər namaz. Məsələn, namaz qılmayıbsan, orada oxadı özündən azığı gəlir, azığı gəlir. Azığı gələndə Allah bir dənə bir söz deyibdi. Allah sənə pana apar yox. Allah sənə pana apar yox. Allah orada deyir, nə xədə özündən azığın gəlir. O gün ki səni çağıraydılar, ibadətə saymeydun, o gün mən bundan artıq səndən azığım gələydi. Allah deyir bunu. İnnellezine keferu yunadevne lemaqtullahi ekveru min maqtikum enfusekum iz tud'aune ilel imani fetekfurun. Nə qədər özündən azığın gələk? Mənim belə artıq səndən azığım gələydi. O gün ki dızmırlıq elədin, istehza elədin, məskərə elədin. Dedin dünyanın yəhsi yox, sahibi yox. Öz gözünə düzəlib, öz gözünə də batacaq, aradan gedəcək. Subhanallah. Əzizlər, bizim söhbətimiz budur ki, Allah hər peyğəmbəri yollayıb, neçə şey ona tapşırıb. Biri budur ki, deyib gedəcəksən, deyəcəksən bu şərab haramdır, məşrubat alkoli haramdır, ağlı başından çıxardan hər nə oluyorsun? Şərab olsun, məvad-i müxaddir olsun, bank olsun, heroin olsun, tiryək olsun, hamısı bunlar haram, haram, haram. Bunları deyəcəksən cəmaətə. Yani o kadar Allah'a mühimmidir ki insanın ağlı yerinde olan. Ağa Resulullah burada o şahsısı şarab içsey ondan bir yerde əyləşmə. Onlar cehennemin itidir. Bundan beter olar. Sonra da bunu ayəni oxudu. Qaləqsəu fîhâ. Allah deyir uzaq olun məndən. Cəhənnəmdəki bunlar vasıtayı xəzənə ilə istəyir Allahla danışarlar. Buraya İxsəu fîhâ və lâ tükəllimun. Uzaq olun məndən danışmayın. Elə ki Allah bunu deyib hədisdə var. İxsəuni eşidəndən sonra bunların üzləri bütündə ət olayır. Fəqət nəfəs çəkir. İndi yeri var idi, belə içməlilər var idi, belə təyyib-ü tahir məşrubat var idi. Bunları boşladın, getdin nəcisin sorağına. Onlar için məvad-ı müxaddirdədirlər. Onlara bir rivayət oxuyun. Bağrı çatlası onların yeri var. Rivayət olub Əhl-i Beytidən, rivayət eləyib Əhl-i Beyt Peyğəmbərimizdən buyurdu. Sayati zamanun ala ümmeti ya'kuluna şey'en ismuhu el-benc. Bir gün gələcək mənim ümmətimə. Onlar bir şey yiyəcəklər, ona deyirlər bənc. Həman məvad müxaddir. Ənə bəriun minhum və hum bəriun minni. Mən onlardan uzağam, gizarəm. Onlar da məndən uzaqdır. Əslən mənim ümmətimdən deyirlər. Yəni onlarla mənim aramda nöqtə iştirak yox. Öləndə də yəni haqqı yoxdur müsəlman ölə. Dalına bax. Peyğəmbərimiz budur. Sallimu aləl yəhudi və nəsara. Yahudi Nesara'ya salam ver. Ve la tusallimu ala akilil benç. Bu məvad-ı müxaddiri içene salam verme. Buyurdu men ihtegara zembel benci fakat kefer. Her kəs məvad-ı müxaddirin
günah olmağın yüngül saya fəqət kəfər. Kafir olubdu. Dali əcibdir, bidə əcibdir, bidə əcibdir. Və qal, mən əkələl bənc, bu için bunu çəkib, Peyğəmbər belə ev dağılacaq. Belə yaxı uşağın göz yağlar qalacaq. Belə ki, bu xanım öz cavanlığında amalı arzusu necür olacaq. Bilək nə qədər zillət qabağa çıxacaq, bilək dədə nə çəkəcək, bilək nə çəkəcək, bilək ki, camiə nə günə qalacaq, bilək bunları. Hər kəs bu bənziyyə fəkəənnəma elə bil hədəməl Kəbə 70 mərrə. 70 dəfə Kəbəni elə bil söküb. Paraba qoyub. Və kəənnəma qətlə 70 mələkən. Elə bil 70 dənə mələikəni öldürüb. Mələk-i müqərrəbi, mələkən müqərrəbən. Və kəənnəma qətlə 70 nəbiyyin mürsələn. Elə bil 70 dənə Peyğəmbər mürsəli öldürüb. Və kəənnəma əhrəqə 70 mushafən. Elə bil 70 dəfə Qur'ana oturub. Və kəənnəma rəma iləllahi 70 həcərən. Mən heç yerdə bunu görməmişəm, fəqət buradır. Həzrət elə bil 70 dəfə Allaha daş tollayıb, daş atıb. Biri dura Allaha daş ata nəzir olar. Və huvə əbədu min rəhmətillah min şaribil xəmr və akilir riba və zani və nəmmam. Buyuruyor ki, hər kəs bu məvaddi müxaddiri içdik, bu Allahın rəhmətindən uzaqdır. Şaribil xəmridən laf bətər, akilir ribadan laf bətər, zanidən laf bətər, nəmmamdan, söz yazılarından laf bətər. Müstədrəcül Vəsail 12-ci cild 85-ci səhifə. Allah'a panapar yox, əqli tətil ola. Nə iş gördün sən? Gör onu çəhməkliq ilə, nə boydana vizrləri, vabalları, müsibəti, üzü gərələri yığdın özü. Ərzişi var idi, gedib o dosta qoşulasan, səni çək yaparaq. Nə vaddır müxal? Yəni, hər şey ki, əqli tətil elədi, dinin baxışığı bu cürdür. Çünkü usariye ubudiyet ağlınandır. El-aqlu ma'ubude bihir-rahman ve knüsibe bihil-cenan. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahus-samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bismillahirrahmanirrahim. Elhamdülillahi kema huve ahluhu. Allahümme salli ve sellim ala seyyidina seyyidil enbiya'i vel murselin. وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء والحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى الرضا ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المنتظر اللهم احشرنا معهم وفي زمرتهم. Özümü əzizləri dəvət eləyəm. Allah-u Teala'nın təqvasına, rızasına çalış, o qədər çalış, o qədər çalış. Bir yerdən ələ gətirəsən ki, Allah rıza gözü ilə sənə baxıbdır. Buna deyirlər, fəttəqullaha məstəta'tum. Rəisi məclisimiz, əzizlər, xəbər veribdir ki, Səran-ı Quva gəliblər, müsəvvəbət keçirdiblər. Maşın varid eləməyə xaricdən 3 milyard dolara əfsayiş tapdı. 2 milyard dolar idi, elədər 3 milyard dolar. Dalısıcaqda deyir ki, salanə ildə 9 milyard dolar qətaat-ı maşına gələk. Burada gələk biz maşının üçün azaldaq, yaxçı işdir. Mən çox dərdiməndanə bu əzizlərdən soruşuyam. Bu qanunu təsbih eləyənlərdən. Bu bohran-ı ərziyə məmləkətdə, bu nə müsəvvəbədir siz təsbih eləyirsiniz? Aya heç biləysən nə qədər karxanəcət səbti sifariş eləyib, aylardır növbətdədir, amma ərzı təmin olmayış. Aya siz deyirsiniz şuarı sali məqam-ı məzzəm-i rəhbərini əməliyyatı eləyəsiniz, pəs sən tolüdü qoyubsan, bir də sədvətməndin sorağına, niyə gedibsən? Bu qanun təsvir eləyibsən ki, zərre-i millətin halına müfiddir heç, biraz da müzirridir. Heç biləysiz şu standarda nə qədər projehay həyati nimə tamamdır və o cür boşlanılıbdır.
Bunu ona verseydin cemaate müfidiydi. Ya bir diye maşın getiresen harzı keşverden. Aya biliyorsunuz 3 milyar dolar geçseydi bu projelere ne kadar millete izzet idi. Ne kadar milletin müşkilleri hall olmalıydı. Aya hiç biliyorsunuz ki məhrum ustanlarda, bimaristanlarda, bazı bimaristanlarda dəstgahı hassas hayatı yoktu. Mərdumun canı xətərdə, sən pulu hara barır xəşdirsən? Doları. Mərzi gətirə bimaristana, deyə dəstgah xarabdır, apar o birisi bimaristana. O birisi bimaristana aparanda yolda canı get gəlindən. Hani yeri buradadır ki, gətirəsən sən bu müsavvabanı keçir dəsən. İndi bu zülmə vardın kənarına biri sənə suzən eləsə yeri var ya yox. Suzən burada yeri var ya yox. Ben tamam del Suzani memleketten isteyen ki bu müsevvebenine itiraz eləsinlər. Camianın əsli vəli nemətləri kimdir? Vəli nemətane inqilab. Şimdi bunların maşını, xarici maşına ihtiyacı var. Əlbəttə müşkül fəqət xarici maşınlardadır. Bəzi kalalar içi kamilən təşrifatıdır. Nə cür mücəvvizi vardat veribsiz? Hədər bir şeydir. Mücevvizi vardat verirsen bazardan yığıştırı, arzı götürü yaparı, o təşrifatı kalanı alə gətirə içəriyə. Bunlar hamısı nişan verək, dövlət möhtərəm, müdiriyyət arzıya keşvərdə, gələ çox diqqət edir. Amerikanın rəis cümhuri bu hafta elan elədi. Bizim İrandan çox mütalibe yoxumuzdur. Bir dənə mütalibəmiz var. O da silah həstəsi olmasın. Bundan sonra bir mütalibəmiz yoxdur. Əgər bu şəxs bu öz sözündə sadiqdir və müzakirəni abzar mübarizə ba İran qərar verməyibdir, müzakirə bir sərəncama çatar. Niyə? Çünkü İran silah hastayı aslen mesele silah hastayı İran'ın stratejisinde yoktu. Evvela Məqam Muazzam rəhbəri hürmətin sadir edibdi, fətva veribdi ki silah hastayı ola bilməz. Ajans hastayı dönə gəlib elan edibdi ki İran bir tərəfi silah hastayı getmir. Mərakiz həssas təhqiqatı itilaatıya Amerika ki bunlar çivini göydə görərlər. Bunlar barha elan ediblər ki İran به دنبال سلاح هسته‌ای diyor ve hiç güne nişanı bu ki İran azmi budur ki silah hastayı düzeldi. Biz bunlarda tapamışıq. Az tarafı ayrı Cumhur da elan elədi. Her güne təzminə biz bu babda banki keçmişdə nə qədər təzminlər verilib. Yine de biz hazırıq. Az tarafı ne kadar nizarətهای فراتوافقی Mərakiz hastayı da var. O ki var adamların töküblər, dürbünlərin əkiblər, hər yerə baxırlar. Bizim keçmişdə danışmandan hastayını nəzü tanıdılar. Bunları bunların əlinə tanıdılar, şinasay elədilər. Belə də sənin nizarətin var. Yəni İranın hər günə fəaliyyət hastayısı mər'a və mənzəri Amerikadadır, Avropadadır, ajansıdadır. Binabərin hər nə nihayət şəffafiyyətdədir. İstiyor nə nəticə alaq, bir də nəticə alaq. O da budur ki, əgər bu müzakirədə müşkili çıxdı qabağa, bir yerə çatmadık, yəqin eləsin bizim millətimiz ki, müqəssir Amerikadır, nə İran. Hiç günə tərdid, hər nə İran, aydın elə burada İran. Hamı sual elə ki, nədir elə Amerika belə hərisli müzakirəyə, hətta təhdid elə, deyək, müzakirə eləməsin, mən sənə həmlə eləyəcəm ki, bunlar əslən həmləzad ola bilməz. Belə vasitə nə üçün? Cevabı roşandır. Evvelen bileyler İran o kadar iktidar nizami ve insicam dahiliye çatıp şurada hiç vaxt cevap vermez. Özünde bileysen Amerika geçer biley. Amerika her yerde cəngə varid olup şikəst yiyip qaçıb. Afganistan'da şikəst dedi, qaçdı.
Irak'da şikast yedi, kaçtı. Vietnam'da huzur oldu, Lübnan'da huzur oldu, Somali'de huzur oldu. Yemen'de de çalan görürsen kamilen şikast. Hiç görebilmeyip, deryanı yolun bağlayabilmeyip, atabilmeyip. Bu oldu cenk. Tahrim ile, fişar haddi ekseriyle, nameşru öz istediklerin bizim milletimize göre tahmil eləyə. Bunu da bilək ki, İran heç vaxt bunu qəbul eləməz. İndi nə yol qaldı? Cəngi qoyur ağa, fişar hədd əksəridə ki, bu cür ondan təhmil eləmək olmaz bu milləti. Əyəsən, başın əyəsən, iradəsini sındırasan, siyadətini sındırasan. Nə qaldı? Fəqət qaldı diplomasi, müzakirə. Bunlar odur ki, müzakirəyə üz gətiriblər. Ta müzakirə ilə eləyə bilərlər bunlar, İranı mühar eləyərlər. Ta İran qüdrəti faiq məntəqə olmaya, əmniyyət İsrail təmin ola, əmniyyət enerji təmin ola. Mənim sözüm budur, İranı ki, istəyəsən mahar eləyəsən. Əgər istəyəsən məhrum eləyəsən İranı silah həstəyidən, İranın bundan müşkülü yoxdur. Amma əgər füzulxahı ola, milli hakimiyyəti sındırasan, ərəblər milli hakimiyyətə deyər siyadət, siyadət İranı sındırasan, İranın izzətini nəqz eləyəsən, bunu bilib süzdə bu 45 ildə. Bundan bir yana da düşmən bilsin ki, İran heç vaxt iqtidarının üstündə, heç vaxt izzətinin üstündə, heç vaxt milli hakimiyyətin üstündə muamilə eləməz və tamamı ehtimalata da amadədir. Hamı diqqət eləsin ki, Trump'ın şəxsiyyəti bir cürdür ki, təslimlərində əcruldur. Horu təslim tutay, əvaqibini fikir eləmək, hey təslim tutay, qərara gəlir, sındırır, qərara gəlir, sındırır. Baxdınız, gördünüz, şəhdi tərifəni qoydu, hey təslim tutay, görək, yox. Bu gel ki, əsəy bunun cəmisinin, badıbanının səmtində əsmək, horu sındırır. İndiyənəcən heç rəis cumhuru Amerika və belə caygah riyasət-i cumhurunu Amerikada sındırmayıb. 185 məmləkətə gəldi, tərifə qoydu. Onlar da iyi detayı deyir ki, o da durar tərifə qoyar. Onlar durdu tərifə qoyanda Amerikaya birdən bir də gördər Amerikanın iqtisadı gedək yarrığana, partiqaha. Foran sözündən gəldi. Sözün pəs aldı, fəqət sinə gəldi, tərifə qoydu. Elə ki, bu tərifəni başladı 185 keşvərə, onlar da başlayanda, Amerikanın bazarı bursa, Wall Street Amerika 3 trilyon dolar birdən əldən verdi. Bir dənə iqtisaddan bir günün içində 3 trilyon dolar çəkib çıxardasan. Gör bunu xatəmətül mətafı nə olar, axırı nə olar bunun? Qoy bir dənə bir cümlə deyib ləzzət tapar. Bu vəzir-i xəzanadarı Amerika o qədər İrana zülm eləyib, o qədər zülm eləyib. Bir dənə səhyonisti tamam ayardı. Elə ki, 185 keşvər başladı Amerikan əleyhinə tərifə qoyan, bu vəzir-i xəzanadarı çox tamaşalı idi. Forən gəldi meydana, gördü ki, biləxərə, bu işi görəklər Amerika harac edəcək. Bəli, bir sadə zərbə döyürdü ki, Amerika dəyəcəkdi. Eyni ibarətini oxuyam. Yolçu kəmin Çinə, Avropaya, Hindiyə, Kanadaya yalvaraydı. Deydi, xahiş eləyəm təlafi eləməyiz. Xahiş eləyəm əlinizi saxlayın. Xahiş eləyəm nəfəsi əmiq çəkin. Xahiş eləyəm təlafidən xoddarlıq eləyin. Əcələ eləməyin.
Əzələ qeyri-aqilənə bir işdir. Allahın əzr görürsən. Buzur vurar Allah. Biləysən bu sözün mənası nədir? Bunu niyə mətrə elədim? Hamı bilsin. Mənası budur ki, dövləti Amerika öz təslimində sübatı yoxdur. Biz tamam cavanibi ehtiyatı gərək riayət eləyək. Tamam cihat ayəndə necərini gərək ləhaz eləyək və məmləkətin sərniştin yazısın Trump'ın iradəsinə və müzakirəyə bağlamayaq. Netanyahu Trump'a dediğindi ki İran'la müzakireye gedəksiniz. Müzakirədə gərək tamamı pit, hayə, santrifüje İran hamısı gərək açılar. Tamamı bu dəstgahada santrifüj hamısı gərək məhv ola. Nə qədər zəxayir, uranyumu vardı İran'ın, müzakirə necə İran'dan çıxardasınız. Netanyahu təklif təyin edir Rəis Cümhur Amerikaya. Mən də Netanyahu'ya qoy bir söz deyim. Səndən böyücü kim idi? Obama. Obama o vaxt dedi əgər eləyə bilsən, İranın sənəti həstəysinin bir dənə piçin qoymaram qala, hamısını açıb tökərəm ayına. Və bu arzı ilə nakam getdik, Obama getdik, vəli biz rastqamət, tamam səlabət ilə dayandıq və dayanacaq və santrifüjlar o vaxt hansı nəslidən idik, alan nəsliهای بسیار پیشرفتیه gəldi, təbdil oldu. Bizim millətimiz bir şeyə gərək diqqət eləyə. O da budur ki, enerji həstəyi, əzzəti elmi və əzzəti tövsiyə bir məmləkətə kamilən zərurəti var. Mövzuatı بسیار həyati və sərnişsazda. Enerji həstəyi ola. Hər məmləkətin enerji həstəyisi olmasa, kamilən əqabmanda bir dənə məmləkətdir. Ayəndəsi yoxdur. Bilirsiniz niyə? Enerji fosili qutaracaq. Sən nə qədər qaz yandıracaqsan? Sən nə qədər nəftin olacaqsa, hamısı qutaracaq. Möhtac olacaqsan onlar ki, uranyum qənisaz eləyiblər. Qanun puluna satacaq bizə. Harada diyorlar ki, etiraz eləyirlər bizim sənəti həstəyimizə içəridən. Bunları biləysən ya bilməysən. Əgər biləysən o sözləri danışaysan, vay sənə. Əgər bilməysən danışaysan, 1000 dəfə vay sənə ki, bunlara diqqət eləməysən. Əzizlər, faciə Qəzzə bu günlər bir həddə yetişibdi ki, tamam müsəlmanların ürəyi qan. Əgər bir dənə müsəlman dığlıya Allah'ın dostun onun məlamət yoxudur. Bu günə gəlib çatıbdır. 2 milyon insan mühasirədə su vermiş. Biləysən, quyuları partladıb, mənbələri partladıb. Alan gəlirlər, müşambanın təhin zırey, pambuğu qoyur ora, zığlı suyu tökür müşambıya, zığlı su pambuqdan gedəndə zığ ilişir pambuğa, su tökülür oradan neçə gətirir, o suyu içər. Səndən məndə baxı yox, ümməti Muhammed. Nə suyu var, nə qəzası var, nə davası var, nə bimaristanı var. Əmdən uşaqları öldürürlər. Bilirsən niyə uşağı öldürür? Çünki uşaq dünyanın güzarı nəslidir. 20 min uşağı bir insan öldürüb. Yəni 20 min nəsli Filistinlini yaradan apardı. Bu həftə Qəzzənin gül dəstələrindən bir söz dedilər. Bu Bolandiquna. Belə bombaran altındakı ot göydən tökülür. Bir nida dedilər, tamam müsəlmanları oturdular. Nida eləyən də Filistinlər özləri. Bilandiqu qovzandı. Dedi, ay əhl-i Qəzzə, dünyadan ümidimiz qırıldı. Bizim də ümidimiz fəqət Allah'dır. Mən indiyə neçə nəfərin şəhadətinə qibtə eləmişəm. Qibtə eləyəm o Qəzzənin müəzzininə,
Azan deyə bombu saldılar onun başına. Azan halında şəhadət yetişdi. İndi qardaşım burada tamaşa eləmək şirkətli cinayətə. Sırf rapeyma gərək ola. Sırf rapeymayı işi belə çatdırmaz. Sırf məhkum eləmək müşkülü həll eləməz. Biz burada neçə iş görək. Biri budur ki, tamam müsəlmanların vəzifəsidir. İsrailin qoyuşuluğunda olan müsəlman ölkələrin dövlətin məcbur eləyələr mərziyyat. Əgər aşmasan sən özün qatilsən Filistinlilərə. Müsəlmanlar gərək hazır ola, tamam hərəkət eləyə mərziyyətlər. Bu gərək bir dənə mütalibəyi cahani ola, nə fəqət müsəlmanlar. Biz hazır olaq. Dövlət Əraq icazə versə, varid olaq, mərzi orduna tərəf biz hazır olaq. Qətən bunu bil, qətən və qətən. Və məhzin ki, bu hərəkət başdan deyik, Amerika və İsrail öz cinayətini təcrid nəzər eləyəcək. Niyə? Tüm biləklər millətlərə hərif ola bilməzlər. Əslən bunu mən sənə deyim, yəqinin olsun, bu sözün xəbəri əgər ki, cəmaat istəyə hərəkət eləyə, müntəşir olsa, Allaha and olsun bunlar vəhşət eləyəcək. Niyə? Çünki bunlar ərtəşayı İslamidən qorxmayış, ərtəşayı Ərəbidən qorxmayış, dövlət-hayı Ərəbidən, dövlət-hayı İslamidən beli bağlıdır, qorxmayış. Bunlar fəqət millətlərdən qorxurlar. Fəqət millətdən qorxurlar. Bizim bu hərəkətimiz bər əsası Quranın ayatıdır. Allahın nidasını ələbbeş deməkdir. Allah gör nə qədər nidayı cihat veribdir. Allahu Ekber. Əgər İsrailin bu cinayətləri ilə Lübnanda, Filistində, Qəzzədə, ayrı Suriyədə də cihat vacib olmasa, mənə de görüm haçan vacibdir. Əgər alan cihat vacib olmasa, pəs heç zaman vacib deyil. Qoy neçədən ayəsini oxuyun. Allah buyuruyor, ya eyyühəllezine amenu, ma lekum, sizə nə olubdur? İza qilə lekum ilfiru fi səbilillah, vaxtı mən deyəm, yallah hərəkət eləyin, istaqaltım iləl ard. Ağırlaşıysınız. Ərəzitün bil həyatı dünya. Dünyanı götürüb sən ahirətün, əbədiyyətün mənim rızayətimin qabağında, minəl ahirə. Fəma mətəul həyatı dünya fil ahirəti illa qəlil. Dünya nə verədi mənim ziyafəti kubramın ahirətdə qabağında? Sonra huşlar verək. De illa tənfırım. Əcəd cihada köşməsiniz, yüəzzibkum əzabən əlimə. Ələn əzab-ı əlimdir ya yox? Əzab-ı əlim bundan bətər olar. Və yəstəbdil qavmən qayrəkum. Siz müsəlmanları qoyaram qırağa və ayrı insanlar, o Peyğəmbərin zamanındakı müsəlmanlara deyil, ayrıları gətirirəm sizi yerüzə. Peyğəmbər dedi, İranlıları deyil. Və la təzurruhu şey'a. Heç işdə görənməzsiniz, sizi əvəz eləyəm. İstibdal çox xətərnaşdır. Allah buraya mənim əmrimə əməl eləməsin, onu səni əvəz elərəm, ayrısını seçərəm, verirəm ona. Və bir dənə çox xitabı təkandəhəndə ilə gör, nə deyib Allah? Allah buraya və mələkum. Sizə nə olubdur? La tuqatilunə fi səbilillah vəl müstəzəfin. Yəni və fi səbilil müstədafinə minər ricali vəl nisai vəl vildan. Görəksən nisa xanımlar nə gündədir, vildan uşaqlar nə gündədir, və rical qoca kişilər nə gündədir. Allah deyib, nə görəksən sən? Hamı diqqət eləsin ki, zaman gərək əldən getməyə. Əgər geç tərpənsək, 2 milyon aclıqla gətirən olacaq. Bax, bu tezlikdə böyük faciənin xəbərin hamımız eşidəcəyik. O zaman da peşmançılığın faydası yoxdur. Əlbidar. Yəni, yallah sürətlə biz gərək Allaha cavab hazırlayaq. Öz vicdanımıza cavab hazırlayaq. O məsum uşaqlara biz gərək cavab hazırlayaq. Bu uşaqlar qiyamətdə ümmət-i İslamidən Allah'a şikayət eləyəcək. Allaha deyəcək bu uşaqlar. Xudaya biz ümmət-i Muhammed-i Mustafa'dan edik ya yox. Əgər onları edik, pas bu müsəlmanlar bizi bu yırtıcı heyvanların qabağında niyə bizi tak koydular? Bizim günahımız neydi? Bizim müsli elədilər. Bizim günahımız neydi? Bizi sallahi elədilər.
Heç biləysən elən bombaran olanda tikələri ki gedək güvə uşaqların tikəsidir, müsəlman tikəsidir gedək güvə. Bu əvvəlminci işimiz. İkinci işimiz budur. Sifarət-i İsrail, Keşvərha İslamidə hər yerdə var. Oranın millətinə vacibdir ki, o sifarəti orada mühasirə eləyərlər. O sifarət ilə tətil olan. Hər dövlət icazə versə. İsrail onun məmləkətində sifarət aça, elçilik aça. Ya gedə Filistində qəsb olunmuş torpaqda, bu da gedə özü orada sifarət aça, 50 bin müsəlmanın qanında bu şərikdir. Üçüncüsü, vəzifəmiz budur. Fəzai məcazi və fəzai həqiqi ilə Avropiya və Amerikaya biz fişar gətirək ki, bunlar himayət eləməsin İsraildən. Bu cür himayət şərik olmaqdır cür. Bunlar gərək ehsasi əmniyyət eləməyələr müsəlmanların tərəfindən. Alan kamilən Amerika bilək müsəlmanlar heç görməz. Avropada bilək müsəlmanlar heç görməz. İsraildə bilək müsəlmanlar heç görməz deyib vur. Bu niyə ehsasi əmniyyət elədi? Bir dənə etirazı cahani olan biləhərə bu məsələdə. Dördüncü vəzifəmiz gərək dövlət-i İslami Ərəbiyyə o çuvar etiraz olan, bunlar əslitərin şərik İsraildilər bu vəhşiyanə cinayətlərdə. Müqəssir əsli kimdir? Müqəssir əsli bulardır. Tamam millət-i müsəlman öz dövlətlərin gərək ki, görək ki, gəlib sifarət verib İsrailə, gərək burada ya adi saziyə rəvabit eləyib, ya əzzəti ticari kömək elə İsrailə, ya İsrailin yanacağını təmin eləyib, öz dövlətinə gərək fişar gətirə, etiraz eləyə, qışqıra, sakit qalsa məhkəmə ilahidə və məhkəmə vicdanda məhkumdik. Və bir dənə söz deyim, ürəyin dolsun qanla. Əcib budur ki, alan ki, mən sizə danışan bəzi İslami məmləkətlər bu günlər ki, bilirsən, vəhşətnac qətlamıdır, böyük soyqırımdır, holokast nədir Qəzzənin yanında? Alan bu cür çıxan tökülü ya, müsəlman məmləkəti götürüb vəzirin yollayıb İsrailə, ged oradan müqavilə bağla, iqtisadi müqavilə bağla, mənası nədir? Mənası budur ki, İsrailə dinən əllərin ağrımasın, vur. O cür məmləkətlərə mənim bir sözüm var. O uşaqlardan xəcalət çəkmədiniz. O yetimlərin naləsindən xəcalət çəkmədiniz. 50 bin şəhiddən xəcalət çəkmədiniz. O ürək yaralı nənələrdən xəcalət çəkmədiniz. Xaraba qalmış biçarələrin evləri, qaşanəsi, onlardan xəcalət çəkmədin. Əl-ətəş səsi hər yerdən gedək güvə, xəcalət çəkmədin. Əl-cu, acdıq, hər yerdən gedək güvə, xəcalət çəkmədin. Uşaqların, müsəlmanların tikəsi bombundan gedək güvə, xəcalət çəkmədin. Adı qoyubsan müsəlman, sabah öldün sənə gəlib, müsəlman namazı qılacaqlar meyti, xəcalət çəkmədin adından. Mənim şəxsən etiqadım budur. Bu 20 min uşaq şikayət eləsə Allahın məhzərində, əvvəl bu dövlətlərdən şikayət eləyəcək. Sonra gedib İsraildən, Netanyahudan, o birisindən şikayət eləyəcək. O düşməndir. Amma içəridən bir dənə də müşküldəyim qutardım. Bir dənə də müşkülümüz ki, bu babda da nəmdə qədər iqdamat ola. Başlanıbdır da bəzi məmalik ərəbidə. O da budur ki, aləm İslamda üləma sakit, füqahay dərbarı sakit, üləma-us salatin sakit, İttihadiyyə Cahaniyə Üləma-i Müsəlman bərəkanlar. Bir də bərəkanlar. Bir dənə çox dəyərli iqdamda fətvayı cihadı sadir elədi. Çox alidir. Bəli, çox ali. Amma mənim bir sualım var. Mərakiz-i əsliyə ifta-i əhl-i sünnət hardadır? Danışqay ələhəzər. Bəs sən niyə fətvayı cihad vermirsən? Nədən qorxuysan? Sazman-ı Diyanət-i Türkiyə və fətvayı cihad niyə vermirsən? Və kimdən sən qorxuysan? Nədir sabah sən xutbə oxuyacaqsan? Rabitətül Aləmil İslamiyyə Ərəbistan ki, seykərəsi tamam dünyada İslam, hər yerdə müsəlman, qeyri-müsəlman məmləkətdə var, şöbəsi var. Siz fəqət məhkum eləyəsən, olmaz. Siz niyə hazır dörsüz cihad sadir eləyəsiniz? Bu bir dənə faciədir.
Necür öyle Ələvilərin əleyhinə fatva sadir elədiniz, Suriye'de öldürün. Bəşərin əleyhinə fatva sadir elədiniz, öldürürüz. Necür oldu? Ama hazır diyorsan İsrail'in əleyhinə fatva sadir eləyəsən. Allah, bu hafıze tarihte kalacak. Qoy bir dənə bir cümlə deyin. Fikh əhl-i sünnət bir dənə imtihanı besyar tarihi də qərar tapıb. Əlbəttə əhl-i sünnət fərq eləyə bunlarla. Bərəkanla üləma əhl-i sünnət-i Suriyə bu həftə Bazar-ı Həmidiyyə bilirsən nə boyda bazardı. Əvvəlindən axırından nida gedəydi, cüvaz gələydi, səfqə qalxıza. Düşkürəylər üləma, elanı cihad eləyin. Üləma, elanı cihad eləyin. Yəni mərdum Axunday dərbarından qabağa düşüb, saray mallalarından qabağa düşüb. Amma axın dərbar mallası nə qayda? Dərbar mallası Allaha baxmaz ki, Qurana baxmaz ki, görüm Allah nə deyir, Quran nə deyir. Şahın, prezidentin, rəisin ağzına baxar, görüm nə deyir. Bir sözümün axırıyıq, amma əcəb sözdür. Mahiyyəti Amerikanı heç kəs misli Trump kəşf eləməyib. Trump dedi, Amerika bir dənə şirkət iqtisadidir. Hər yerdə hər hərəkət eləsək, orada biz mənafi maddi axtarıyoruz. Əsən ibarəti buydu. Dedi, siyasət Amerikanı pul. Heç bilirsən Qəzzədə bu niyə işi görəylər? Niyə Trump dedi Qəzzədə bizim ola? Heç bilirsən niyə Trump dedi ki, gərək hamısı hicrət eləyə gedə? Qoy deyim, sən yad verirəm Allaha, müsibətə bax. İlləti bilirsən nə deyim? Amerika ilə İsrail poştu pərdədə təvafuq eləyiblər. Qəzzəni alalar əllərinə. Niyə? Çünki səvahil Qəzzədə bir qaz var. Bir qaz var. Bir qaz var. Amerika istəyib bu qazla Rusiyanın ki qazı bazardan olan çıxıbdı, Avropadan, o tərəfdən onun yerini doldura. Hamas müsəlləh Hamasla bu olmaz. Gərək Hamas sonradan gedə. Əcibdir, mənim özümə o qədər əcibdir. Biləysən nə qədər salanə bu qazın dərəmədidir? 54 milyar dolar. Bu puldan üç dənə rəis cümhuriyetçi iqtisadi fikreli heç vaxt keçməz ki. Yəni, hər yoluna olay olsun, hər nəyə əlim vururam, amma bu sirvətə əl taparam. Bu dünyanın ozasıdır. İndi sən yad verəm Allaha, gör zəminə hazırdır. Ağamız, Mevlamız, sahabəl əsri və zaman zuhur eləyə. Ey dünyanın sahibi, ey dünyanın müdiri, müdəbbiri, ey insanlara qeyrəti olan Allah, məhəbbəti olan Allah, zülmüdən haray çəkən Allah, əsrə-i vaxtda ağamız, Mevlamız, sahabəl əsri və zaman, məhdiyül üməm, o ki özün təzmin eləyirsən onun zuhurun, Allah əsrə-i vaxtda gözümüzü cəmalı ilə işıqlı edə. إن أحسن الحديث وأبلغ الموعظة قول الله عز وجل بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد